Selamünaleyküm xanımlar və bəylər. Axşamınız xeyirli, bərəkətli olsun. Bu ayın 19, bu 29 dekabr 2025-ci ildir. Axşam saat 19:15-dir. Mən sizə belə bir müzakirə aparmaq istəyirəm. Üzr istəyirəm, əsas bir məsələ. İlin qurtarmağına 2 gün qalıb. Bu 2 gündən sonra yeni il gəlir. Keçmiş 2025-ci il bitir. 2026-cı il gəlib. Mən sizin bu ildə ancaq gözəllik, uğurlar, saadət və sevinç diləyirəm. Mövzunun adı substansiya və aksidensiya. Belə baxanda terminlər, mövzunun adı fəlsəfə terminlərinə çox oxşur, amma əslində fəlsəfə terminlərindən mən danışmaq belə fikrində deyiləm. Mən insanın daxili aləmindən və zahirindən danışmaq istəyirəm və sizə müzakirə etmək istəyirəm. Belə mövzu necədir? Məsəl üçün, diqqət edəyək də, mən üçün substansiya nədir, mahiyyət nədir, mən sizə deyim də. Mən üçün substansiya elə bir məfhumdur ki, əsasdır, əsildir, yəni əsalət. Bizim dildə terminoloji Azərbaycan ədəbiyyatında əsalət deyilir. Yəni, əsil, yəni bu nəyi demək istəyirəm? Məsəl üçün, bir adam var. Baxırsan, əynində çox gözəl paltar var, çox gözəl libas var. Amma bədəni yaraxoralarla doludur. Dırnaqdan başa kimi yaradır. Başa üzə kimi yoxdur, boğaza kimi. Yəni, o gözəl paltar onu örtür. Diqqət edin. Gözəl paltar giyinib, cəzb edir. Paltar ona gözəllik verir. Paltar ona cazibə qüvvəsi verir. Amma paltarı çıxardandan sonra bədəndə o qədər xoralar var, yaralar var ki, heç bir məlhəm ona dərman ola bilmir. Diqqət edin ha. İndi əksinə sizə söyleyeyim. Bir çirkəf paltardadır. Bir adam bir çirkəf paltardadır. Amma daxilini, paltarı çıxardanda onun daxili fiziki bədəni par-par-paldır, şəfək kimi, tərtəmiz güzgü kimidir. Demək, bunu misal gətirməkdən məqsədim ona ibarət idi ki, libas onun göstəricisi deyil. Libas o adamın göstəricisi deyil. Əsl bədəni o adamın göstəricisidir. Diqqət edirsiniz. İndi hər bir adamla ünsiyyətdə olanda, hər bir adamla danışanda onun göstəricisinə baxmaq lazımdır. Libasına yox. Onun göstərisinə ürəyi vermək lazımdır, libasına yox. Onun göstərisinə elmi vermək lazımdır, libasına yox. Onun əsl göstərisinə bütün dəyəri vermək lazımdır, libasına yox. Diqqət edirsiniz. Yəni, həmən onun fizioloji təmizliyi, yəni onun ruhudur, onun gözəlliyidir, onun şəfəqidir, onun işığıdır. Və o libas da ona bənzədir. Nə yaxşı, nə gözəl. Hətta libası da, yəni libas da, yəni zahiri vücudunu deyirəm də, zahiri vücud da onun libası kimi gedir. Yəni fiziki vücudu mahiyyətdir, substansiyadır. Məsəl üçün libası da onun aksidensiyasıdır. Yəni insanın ruhu onun substansiyası əslidir. Bu fiziki vücudursa onun aksidensiyasıdır. Odur ki, mənim fiziki vücudumdan mənə qiymət verilməlidir. Misal verilməlidir ya. Mənim ruhuma qiymət verilməlidir. Mən də belə anlayıram ki, belə idrak edirəm ki, hər bir insan, istəyir xanım, istəyir erkək, fərq eləməz. İstəyir bəylər, istəyir xanımlar, fərq eləməz. Hamı bir-birinə yalnız və yalnız daxili aləmi ilə qiymət verməlidir. O daxili aləminə dəyər verməlidir. Yəni, daxili aləm mən bilən zahirində təsis edir və o nur vahid bir şəkildə olur, genişlənir. Yəni, öz yolu ilə gedir və genişlənir. Yəni, o deməkdir ki, məhdudiyyətdən çıxıb qeyri-məhdudiyyətə, çərçivəsiz bir məkana daxil olur. Yəni, maddədən çıxıb mücərrədə daxil olur. O zaman ki, insanın daxili vücudu pakisi ola, nur çaça.
Selamun Aleyküm ve Rahmetullah Berekatuhu.